ABŞ prezidenti Donald Trump, Çinin prezidenti Xi Jinping ilə ticarət sazişi əldə etmək məqsədi daşıyan və bir neçə əsas liderlə görüşləri əhatə edən təxminən bir həftəlik Asiya səfərinin bir hissəsi olaraq Malayziyaya gəlib. Trump bazar günü yerli vaxtla səhər saat 10 radələrində Kuala Lumpur'a enib. Səfər zamanı sosial mediada paylaşdığı mesajda o, Taylandın baş naziri ilə görüşəcəyini və Taylandla Kamboca arasında sülh sazişi imzalayacağını, həmçinin yaxınlarda vəfat edən Tayland kraliçə anası Sirikdə hörmətini ifadə etdiyini bildirib. Trump, səfərinin ilk mərhələsində Kuala Lumpur'da Malayziyanın baş naziri Ənvər bin İbrahimlə ikitərəfli görüş keçirəcək və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası sammitində digər Asiya liderləri ilə bir araya gələcək. Səfərinin ilk tədbiri çərçivəsində Trump Kamboca, Tayland və Malayziya baş nazirləri ilə birlikdə Kuala Lumpur sülh müqaviləsini imzalayıb. Bu razılaşma Kamboca və Tayland arasında yayda 5 gün davam edən sərhəd toqquşmasına aiddir. Sazişə əsasən 18 Kambocalı hərbi əsir azad ediləcək və atəşkəsin icrasına nəzarət etmək üçün ASEAN ölkələrindən müşahidəçilər bölgəyə göndəriləcək. Bundan əlavə, Bangkok və Phnom Penh hərbi gərginliyin azaldılmasına, təxribatçı ritorikadan və yanlış məlumat yaymaqdan çəkinməyə, sərhəd zonalarında humanitar mina təmizləməsi aparmağa və sərhəd mübahisələrini beynəlxalq hüquq çərçivəsində dinc yolla həll etməyə razılıq veriblər. İmza mərasimində Trump yenidən atəşkəsin əldə edilməsində öz rolunu vurğulayıb, bu münaqişənin həllinə yardım etdiyim və hər iki tərəfdən olan insanlarla yaxşı münasibətlər qurduğum üçün qürur duyuram deyə o bildirib.